Aha, deməli, bugünkü mövzumuz olacaq router. Təməl router yapılandırmasını görəcək, konfiqurasiyasını görəcək. Başlayaq ilk öncə bir routerla tanış olaq. Router nədir? Biz demişdik ki, lokal şəbəkədə kompüterləri bir-birinə birləşdirmək üçün biz switchdən istifadə edirik də, hansı ki, gəlirik burada switchə birləşdiririk kompüterləri, sonra çox sadə IP konfiqurasiyalar eləyərək bunları əlaqələndirə bilirik. Switchin rolu nə idi? Mərkəzləşdirmək və şəbəkəni ölçəkləndirə bilən etmək. Yəni istədiyimiz sayda host qoşmaq. Bu baxın, məsəl üçün, burada mənim 3 dənə şəbəkəm olmuş oldu da. İndi bunlara IP verərkən birazdan ayırmış da olacaq məntiq olaraq. İndi fiziki olaraq göründüyü kimi 3 dənə mənim şəbəkəm var. Bu şəbəkələri mən bir-biri ilə əlaqələndirmək istəyirəmsə, məsəl üçün, bu kompüterə onsuz da ping ata biləcək, məlumat ötürə biləcək. Amma mən istəyirəm ki, bu kompüterlə əlaqə saxlasın və ya bununla əlaqə saxlasın. Bu zaman mən routerdan istifadə etməliyəm. Routerun əsas rolu bu oldu ki, iki lokal şəbəkəni bir-birləri ilə əlaqələndirmək. İndi bu əlaqələndirərkən biraz da məsələn root table-a baxacaq, eləyəcək, o anlayışlardan danışacaq. Fərqli-fərqli şəkillərdə əlaqələndirə bilir. Biz bunu əsasən dinamik və statik olaraq iki yerə ayırırıq. Gəlin məsəl üçün başlayaq. Best practice-də bu gigabit üzərindən qoşulur router ilə switch. Səbəb də nədir? İndi belə fikirləşin də, bu xətt, bu kabel bir kompüterlə switch arasındakı trafiki daşıyırsa, bu xətt isə, yəni routerla switch arasındakı ümumi şəbəkənin, yəni burada 10 dənə kompüter ola bilər, indi biz 2 dənə qoymuşuq təmsil olaraq. Burada 10 dənə, 20 dənə kompüter ola bilər, onun hamısının trafiki bu xətt üzərindən irəliləyir. Ona görə əsasən bunu fiber optiklə də çəkirlər, əgər router və switch dəstəkləyirsə SFP modulları ilə. Və ya ən pis ehtimalda gigabit ethernet üzərindən dəstəkləyirlər, çəkirlər ki, sürət optimal olsun. Burada gördüyünüz kimi portlar qırmızı yanır. Səbəbi də hələ heç bir portun konfiqurasiya olunmamalıdır, yəni interfeysin. İndi biz burada nə görürük? Baxın, routerun hər bir ayağı, biz deyirik ki, hər bir ayağı bir broadcast domaindir. Nədir broadcast domain? Biz keçən dəfə broadcast mesajlarını eləmişdik ya. Demişdik ya, şəbəkə daxilindəki bütün hostlara, yəni sadəcə gəldiyi tərəfdən başqa bütün hostlara göndərilən mesajlar, hansı ki biz onları MAC adresində görəndə görürdük ki, FFF-dir. Yəni destination MAC adresi FFF olur. Bütün hamısına göndərilir. Bu routerun hər bir ayağı, hər bir interfeysi bir broadcast domaindir deyərkən də biz bunu nəzərdə tuturuq ki, məsəl üçün bir broadcast paketi, ARP paketi ola bilər məsəl üçün. Gəldi bu switchə, bütün portlarına ötürüləcək bu switchə, indi burada bir dənə var deyə, bir dənə ötürüləcək. Eyni şəkildə router'a da ötürüləcək. Sadəcə router bu broadcast mesajın öz digər şəbəkəsinə ötürməyəcək. Yəni öz sadəcə bağlı olduğu şəbəkəyə daxilində olacaq. Bu sayədə də router şəbəkələr arası broadcast mesajlarını ötürmür. Buna görə də biz deyirik ki, routerun hər bir ayağı və ya hər bir interfeysi bir broadcast domaindir. İndi xüsusi hallar var ki, hansı ki, məsəl üçün gələcək dərslərdə biz DHCP konfiqurasiyası eləyəndə, quraşdıranda, DHCP relay agent konfiqurasiya eləyəndə görəcəyik. Xüsusi hallarda xüsusi broadcast mesajlarını biz routerun bir interfeysindən digərinə keçirdirik. Ancaq dediyim kimi, xüsusi hallarda. Yəni bizə lazım olanı. Yoxsa bizə lazım olmayan bir broadcast mesajının lokal şəbəkədən qlobala çıxmağının heç bir mənası yoxdur. İndi gördüyünüz kimi biz bu iki şeyi birləşdirdik. Şəbəkəni birləşdirdik. Bu tərəfə hələ ki görməzdən gəlin. Bu tərəfdən bizim işimiz yoxdur. İndi bu kompüterlərə biz IP adresi verək. Sıfırdan irəliləyək. Gəldim mən buradan statik verirəm. 192.168 1.0 şəbəkəsi bura olsun məsəl üçün. 1.0 şəbəkəsindən 1.5 IP adresi mən bu kompüterə verdim. Default gateway-də 255, subnet maskada 255.255.0, yəni /24-lə. Gəldim mən buradan buna default gateway verirəm. Default gateway biz nə demişdik? Bizim şəbəkədən kənara çıxmaq üçün istifadə etdiyimiz IP adresi.
Bunu da nəyə bənzətmişdik? Məsəl üçün də bizim bir evimiz var. Biz evin içində gəzə bilərik otaqlardan. Məsəl üçün bu otaqdan bu birisinə gedərik falan filan. Amma biz şəhərə çıxmaq istəyiriksə, gedəcək darvazaya, darvazanı açacaq, çıxacaq çölə. Düzdürmü? Biz default gateway-imiz də budur. Yəni biz nətər ki evdən kənara çıxmaq istəyiriksə, yəni şəhərə çıxmaq istəyiriksə, gedib darvazaya müraciət ediriksə, default gateway də burada bizim o analoji olaraq darvazanı şey eləyir, necə deyək, təmsil eləyir. Biz şəbəkədən kənara çıxmaq istəyiriksə, gedib default gateway-ə müraciət edəcəyik. Best practice olaraq da bu bir şərt deyil, qayda qanun deyil. Amma şəbəkənin istifadə oluna bilən ilk IP adresi və ya istifadə oluna bilən son IP adresi default gateway olaraq təyin olunur. İndi birazdan router üzərində konfiqurasiya eləyəndə də başa düşərsiniz default gateway-ni. Əslində default gateway xüsusi bir şey deyil. Sadəcə şəbəkədən bir IP adresidir. Necə ki bu kompüterin IP adresi 1.5-dir. İndi birazdan eləyəndə də görəcək. Sadəcə 1.1 olacaq. Routerun bu ayağı. İndi deməli, gəldim mən bura yazdım 192.168 1.1. Gələk, hətta bunu kopyalayaq, hər dəfəsində yazmayaq. Gələk bu kompüteri konfiqurasiya eləyək. IP konfiqurasiyasını eləyək. Məsələn, o birisinə 1.5 vermişdik, buna da 1.10 verək. Fikir verirsə, bunlar eyni şəbəkədədir, yəni. Fizik olaraq da eyni yerə qoşulub, indi məntiqi olaraq da mən bunları eyni şəbəkədə yazıram. Bunun da default gateway-ni eyni verəcəm. Niyə? Hər bir şəbəkə üçün, hər bir lokal şəbəkə üçün bizim sadəcə bir default gateway-imiz olur. Default gateway də nədir? İndi məsələn mən 1.1 yazıram ha. O 1.1-i hara verəcəm? Baxın, dedik axı şəbəkədən kənara çıxmaq üçün mən nə qaracam? Router'a gələcəm də, hə. Bu şəbəkə üçün routerun ayağı hansıdır? Gigabit Ethernet 0.0, düzdürmü? Yəni mən bu kompüterdən bu kompüterə müraciət eləmək istəyirəmsə, belə gələ bilmərəm axı. Çünki belə fiziki bir bağlantım yoxdur mənim. O görə gələcəm switch üzərinə. Switch üzərindən hara getməliyəm mən router üçün? Gigabit 01-dən, yəni switchin gigabit 01-dən çıxmalıyam, routerun gigabit 00-na getməliyəm də. Yəni ki, mən bu default gateway gəlib routerun gigabit Ethernet 00 portuna verməliyəm. Çünki müraciət edəcəyim nöqtə odur. İndi gəlirəm bura, router'a. Məndən deyir ki, bir hazır şeyim varmı, konfiqurasiyam varmı onu yükləmək üçün. Burada no deyirəm. Mən hazır konfiqurasiya yükləməyəcəm, özüm üçün edəcəm. Bunun şeyi, iOS-u, iOS keçən dəfə demişdik ki, bu Cisco-nun cihazlarında istifadə elədiyi əməliyyat sistemidir. Qoşulan yoxdur, yox. Əməliyyat sistemidir. Təməl olaraq switch-lə demək olar ki, eynidir. Sadəcə istifadə edə bildiyimiz komandalar aiddir. Yəni enable yazıb mən bir sonrakı moda keçirəm, enable moda keçirəm. Konfiqurasiya eləmək istəyirəmsə, qlobal konfiqurasiya, configuration terminala keçirəm. Bunu da qısaca config yazıram. İndi mən daxil olmaq istəyirəm gigabit Ethernet 00 portuna. Onun üçün yazıram interface gigabit Ethernet 00. İndi bunu mən tam tabla tamamlaya yazdım. Bu qədər uzun yazmağınıza belə ehtiyac yoxdur. Daxil oldum. Mən nə dedim? Dedim ki, bu mənim default gateway-im olacaq da. Yəni o IP-ni mən bura verəcəm. O görə avtomatik olaraq nə qaracam? Mən bura IP-ni 192.168.1.1 verəcəm. Verdim IP adresi 192.168.1.1. Subnet maskını da yazıram. Bizim şəbəkəmizin subnet maskı nə idi? /24, /24 nədir? 3255.0. Yazdım. Gördüyünüz kimi qırmızıdır. Bu port defaultda deaktiv gəlir. Onu aktiv edirəm sadəcə. No shutdown yazıram. Aktiv oldu. Görürsünüz. Mənim bu şəbəkəmin internetə deməyək, digər şəbəkələrlə birbaşa əlaqəsi var. Artıq nə qaracaq bu bu kompüter bura müraciət eləmək istəyəndə mesajı göndərəcək 192.168.1.1-ə, yəni bura. O da uyğun şəkildə routing table-na baxacaq, göndərəcək digər yerlərə. İndi gəlin bu şəbəkəni də konfiqurasiya eləyək. Sonra routing table nədir, nətər gerçəkləşəcək bunu simulyasiya modunda incələyərik. Gəldik bura. Bu da mən 2.5 şəbəkəm olsun istəyirəm. Gəlirəm default gateway-nə də 2.1 verirəm. 2.1. Dediyim kimi,
Bu sadəcə şərtidir. Sadəcə bu bir standarta otuzdurulsun deyə ilk IP adresi və ya son IP adresi verilir. Yəni 192.168.2.1 ya da 2.254 olaraq verilir. 90% hallarda ilk IP adresi verilir. Çox yerdə də elə qarşımıza çıxacaq. Ancaq bu dediyim kimi şərtidir. Mən bura 2.17-də yaza bilərəm. Onda da işləyəcək. Sadəcə bura nə yazmışamsa, baxın, bu hissəyə default gateway-yə nə yazılıbsa, mən gəlib routerun uyğun interfeysinə də yeni IP-ni verməliyim. Bu heç, bu hazır. O birisi kompüterdə konfiqurasiya eləyək IP-sini. Buna da 2.10 verək. Bu da olsun 2.1. Okey. Gəlin bu interfeysi də konfiqurasiya eləyək. Bu bayaq ki, Gigabit Ethernet 1.1-də idi, даже 0.0-da idi. İndi oradan çıxıram, exit yazıb. Baxın, Global Configuration moda geri döndük. Burada Configuration interfeysi idi, yəni xüsusi bir interfeysin konfiqurasiyasında idim mən. Exit yazdım, çıxdım. İndi Global Configurasiyadayam. Keçəcəm Gigabit Ethernet 0.1-ə. Bunda qısaca interfeys sözlərinə init Gigabit Ethernet 0.1. Bu şəkildə yazıb daxil ola bildim. İndi dedik ki, biz də bunun IP adresini verəcək 192.168 2.1. IP adres yazıram. 192.168 2.1. 255 255 255 0. Burada bir dənə no shutdown yazıram. Bu portu da aktivləşdirirəm. Okey. Hər bir şey hazır. İndi artıq bu mənim eyni router üzərində qoşulmuş iki fərqli lokal şəbəkəmdir. Biz dedik ki, məlumat ötürülərkən bir şəbəkədən digərinə fərqli yollarla ötürülə bilər. Dinamik routing protokolları var. Hansı ki, bunlar hərəsi özü içərisində fərqli kateqoriyalara bölünür. Fərqli yerlərdə istifadə olunur. Məsəl üçün, örnək olaraq versək, OSPF var, RIP2 var, RIP1 var, BGP var, ERGP var. Bunlar dinamik yönləndirmə protokollarıdır. Bugünkü mövzumuz deyil. Bir də statik olaraq yaza bilirik. İndi statiki də birazdan başa salacağım. Bir də ən primitiv şəkildə olan directly connected deyilən bir şey var. Yəni fikir versəz, bu iki lokal şəbəkə bir routerun üzərindədir. Yəni bu şəbəkədə, baxın, bu 192.100-ə, hətta gəlin belə bunu fərqli bir rənglə ayıraq. Məsəl üçün, buna qırmızı rəng verək. Bu birisine də göy rəng verək. Aha. Bu iki şəbəkə fiziki olaraq ikisi də router'a birləşdiyi üçün directly connected-dir. Yəni ki, bu şəbəkəm də mənim router'a birləşibdir, birbaşa birləşibdir fiziki olaraq. Bu şəbəkəm də birbaşa fiziki olaraq birləşibdir. Yəni bunlarla, bu şəbəkə ilə bu şəbəkə ikisinin də router'dan arasında ikinci bir cihaz yoxdur. Birbaşa öz router'larına birləşir. Router bu yönləndirməyi nəyə görə eləyir? Yəni bir paket gəldi. İlk öncə onu deyək. Burada bir dənə araya girim. Bir şey başa salım sizə. Notepad üzərində 2 dəqiqəyə. Məsəl üçün, mən gəlirəm, buradan ping yazıram. 192.168, məsəl üçün, 192.168 1.5-ə. 1.5 mənim şəbəkəmdə deyil də, düzdürmü? Bu qırmızı olan 2 şəbəkəsi idi. Hardan başa düşür ki, kompüter bu mesajı default gateway-yə göndərmək lazımdır. Gəlir 2 dəqiqəyə. Subnet ilə əlaqəli bir şeydir. Subnet maskını yazır. Bura, düzdürmü? Öz subnet maskını yazdı. Sonra öz şəbəkə adresini yazır. Öz şəbəkə adresi nə idi? 192.168 2.5. Yəni öz IP adresini yazdı. Bunları bir-birinə end eləyir. End nədir? Qısacası bunları da 0.1-ə çevirir. İndi o proses uzundur deyə deməyəcəm. Qısaca üzərindən keçirəm. Buradakıların hamısını da 0.1-ə çevirir bitlərə. Bunların da hamısını 0.1-lərə çevirir. Sonra end məntiqi əməliyyatın üzərində aparır. Yəni
Səhv eləmirəmsə, 1 ilə 1 olanda 1 yazırdı. Yerdə qalan hallarda, yəni 0 ilə 0 olsa 0, 1 ilə 0 olsa 0, 0 ilə 1 olsa 1 yazırdı. Yəni vurma kimi düşünün də bunu. O zaman nə əldə edir? 255-in hamısı 8 dənə 1 demək olduğu üçün bu olduğu kimi qalacaq. 192 olduğu kimi qalacaq. 168 də olduğu kimi qalacaq. 2 də olduğu kimi qalacaq. 5-in yerinə 0 yazacaq. Bu gördü ki, məlumatı yəni 1-5-ə göndərmək istəyirəm. Ancaq mən 2-0 şəbəkəsindəyəm. Tezbazar da şəbəkə reyncini hesablayır. 192, 168, 2-0-dan 255-ə qədər bunun şəbəkə reyncidir. Baxır bu IP adresinə, görür ki, bu mənim şəbəkəmin daxilində olan bir IP adresi deyil. Demək, bu mən şəbəkədən çölə çıxartmalıyam. Kompüter bunu başa düşür. Şəbəkədən çölə çıxartmalıyamsa nə qarmalıyam? Default gateway-ə müraciət etməliyəm. Düzdürmü? O göndərir paketi default gateway-ə, gəlir çatır default gateway-ə router-a. Router nə qarır? Router hardan başa düşür ki, hara göndərməlidir? Burada da routing table deyilən şey işin içinə girir. Gəlin bir dənə baxaq. Exit eləyək. Routing table deyilən bir şey işin içinə girir. Ondan ötəri baxırıq. Show IP route eləyib. Biz routing table'ımıza baxa bilirik. Yəni bunu böyüdək. Aha. Bu gördüyünüz kimi burada lokal var. L-lə olanlar. Baxın. L-lə olan. L-lə olan. Bunlar şeydir. Bizim default gateway-lərimizdir. Gördüyünüz kimi /32 ilə verib. /32 şəbəkədə bir pointi, sadəcə bir şəbəkəni göstərmək üçün istifadə edirik. Bu subnet maska, bu CDR-ı. Connected var, yəni directly connected, birbaşa, fiziki olaraq birləşən. Baxırıq, router gəlir, öz routing table-na baxır. Görür ki, mənim 1.0 şəbəkəm var, hansı ki birbaşa qoşulub mənə Gigabit Ethernet 0.0-dan. Bir də 2.0 şəbəkəm var, Gigabit bu da 0.1-dən qoşulub. Biz nə dedik? 2.5-dən 1.5-ə mesaj göndərmək istəyirəm. Router gəlir, baxır, görür ki, hə, mən bu mesaj getməlidirsə 1.5-ə. 1.5-də 1.0 IP adresindəndir də, yəni 1.0 şəbəkəsindəndir. Görür ki, 1.0 şəbəkəsi məndə var, deyir ki, hə, məndə var. Onda ötürür həmin paketi buradan switch-ə, switch də həmin paketi götürür sahibi olan şeyə, necə deyərlər, hosta. Gəlin indi bunu simulasiya modunda izləyək. Buradan sadəcə ARP və ICMP paketlərini açacağam ki, izləmək rahat olsun bizim üçün. İndi ping ataq. Bayaqların dediyimiz prosesi əyani olaraq görək. 1.5-ə ping atıram. Baxın, bir ICMP paketim generasiya oldu, bir də ARP paketim generasiya oldu. Düzdürmü? Baxaq. ARP paketi aydın məsələdir. Gedəcək, burada broadcast olacaq. Mən çünki routerumun birinci, bunu switch dərsində də başa salmışdıq. Da ki, subnetting mövzularında da başa salmışdıq. Buranı o sürətli keçəcəm. Birinci, mən default gateway-in IP adresini bilirəm, 1.1-dir, tamam, bunu mən yazmışam, amma MAC adresini bilmirəm. ARP paketi ilə onun MAC adresini öyrəndim. Bildim ki, mən məsəl üçün bu 2.1 portunun MAC adresi nədir? İndi mən ICMP paketini göndərirəm. ICMP paketi gəlir, çatır router-a. İndi də onu birincisini drop eləyir, çünki router-da həmin göndərməli olduğu hostun MAC adresini öyrənməlidir də. O görə bir dənə də ARP paketi router göndərir həmin 1.5-ə. Baxın, bu qəbul eləməyəcək, bu qəbul eləyəcək, çünki 1.5 budur. O da geri qaytarır. Artıq router-da bu şeyi öyrənmiş oldu, bu hostun MAC adresini öyrənmiş oldu. Sonraki ICMP paketimiz birbaşa gələcək bura. Baxaq bu ICMP paketinə. ICMP paketinin içəriyinə baxanda görürsünüz. Destination hostla source hostun IP adresi, yəni source IP-imizlə destination IP-imiz heç vaxt dəyişmir bizim, əgər bir NAT path uygulaması yoxdursa. Fikir verin, burada in layer var, yəni router-a daxil olanda paket Gigabit Ethernet, yəni physical layer-ında baxın, layer 1-də nə olaraq görünürdü? Gigabit Ethernet 0.1 olaraq. Və çıxanda, yəni
paket routing edildikdən sonra biz buna routing prosesi deyirik. Yəni paketin bir şəbəkədən digər şəbəkəyə ötürülməsinə routing deyirik. Routing prosesindən sonra çıxışda baxın layer 1-də gəldi 0-0 oldu. Bunu da hardan başa düşdü 0-0 ötürülməlidir? İndi sadəcə 2 şəbəkə var deyə sizə bəlkə də şey görünür, fikirləşirsiniz ki, buradan gəldi, sonrasa bura getməlidir, başqa gedəcəyi yer yoxdur. Amma bunun 3 sayını artıra bilərik də, düzdürmü? O zaman necə biləcəkdir? O routing table-una görə. Routing table-da yazmışdı axı, 1.5 şəbəkəsi hansı portundadır? 0-0. Gördüyünüz kimi 0-1-dən daxil oldu, routerda başa düşdü ki, onu 0-0-a ötürməlidir. 0-0-a ötürdü, 1.5-ci hosta çatdı, o da mesajı geri ötürür. Bu bizim directly connected vəziyyətində istifadə etdiyimiz. Yəni ən primitiv səviyyə routing bu sayılır. İndi biz belə eləmək istəyirik. Bizim 2 daxili şəbəkəmiz var. Bir router'a qoşulub. Amma bizim başqa bir yerdə də bir dənə də lokal şəbəkəmiz var. Biz istəyirik ki, bunlar, bu 2 şəbəkə, həmin bununla da, digər bizim 3-cü şəbəkəmizlə də əlaqə saxlasın. Gəlin bu şəbəkəni də öz içərisində konfiqurasiya eləyək. Buradan yaşıl rəngi seçək. Bu da olsun bizim məsəl üçün 192.168.3.0 şəbəkəmiz. Bu arada buraya qədər sual olan oldu. Hər hansı bir sual. Bu 2 lokal şəbəkə. Yoxdur sual. Aha, çox gözəl. Yəni sualınız olsa şey eləyə bilərsiniz. Yəni danışmağıma, dərsin mövzusunda sözümü kəsmək falan, yəni problem deyil də. Yoxsa mən danışa gedəcəm. Hər hansı bir qaranlıq nöqtə olsa, səsinizi açıb soruşa bilərsiniz. Heç bir problem yoxdur. İndi biz bunu da gəlin konfiqurasiya eləyək. Hətta bunun konfiqurasiyasını kimsə demək istəyir. Yəni bunu mən necə konfiqurasiya eləyəcəm? Gateway falan necə verəcəm? Demək istəyən var? Niyə belə passivsiz? Yaxşı. Yenə iş başa düşdü. Interface, gigabit ethernet 0-1-ə daxil oluram. Təbii ki, ondan əvvəl konfiqurasiya moduna keçəcəm. Interface, gigabit ethernet 0-1-ə daxil oldum. Dedik ki, bura 3.0 şəbəkəsi olacaq. Ona görə IP adres 192.168. Hətta bunu elvər eləyim, ekranda düşsün, tam görün. 192.168, 3.0, 255. 255, 255, 0, no shutdown dedim, portu aktivləşdirdim. Artıq mənim burada bir dənə də lokal şəbəkəm oldu. Gəlin bu kompüterlərin də IP adreslərini verək. Hər şey tam olsun. 3.5 buna verirəm. Default gateway-nə də 3.1 verəcəm. Bu qədər sadə. Gələk buna da şey eləyək. Eynilərini təkrarlayaq. 3.10. Buna da 3.1. Aha. İndi mənim burada bir-biri ilə əlaqəsiz 2 dənə şeyim oldu. Routerun ayağında şəbəkələrim oldu. Yəni bir bu ikisi, bunlar bir-birinə əlaqəlidir. Bir də bu ayrı qalan tək. 2 elə bil fizik olaraq şəbəkəm olaraq düşündüm. Bunu da bir lokal şəbəkə olaraq düşündüm. Məsəl üçün bu da bir lokal şəbəkədir. İndi bunlar arasında fikir verirsiniz, bunlar directly connected sayılmır axı. Çünki biz nə demişdik directly connected olması üçün? Bizim şəbəkəmizlə routerımızın arasında heç bir əlavə cihaz olmasın. Yəni 2 şəbəkənin arasında routerdan başqa heç bir əlavə cihaz olmasın. Bu zaman directly connected sayılır. Amma mən gəlib bunu serial 00 üzərindən birləşdirəcəm. Serial 00 port üzərindən birləşdirəcəm. Bu şəkildə. Artıq mənim bu şəbəkəmlə bu şəbəkəm arasında 2 dənə router oldu. Yəni bir routerdan əlavə bir dənə də routerum oldu ki, bunlar directly connected sayılmır. Yəni mən bunların üzərində bir-birlərinə paket göndərməyini istəyirəmsə, hər hansısa bir konfiqurasiya yerinə yetirməliyəm. Bu konfiqurasiyanı da yəni dediyim kimi dinamik və ya statik olaraq eləyə bilərsiniz. Dinamik biraz irəliləyən mövzularda yenidən üzərindən keçəcək, dinamik nə olduğunu deyəcək. Qısaca bir yaxlarım dedim. Bugünkü əsas məsələmiz statik eləməkdir bunu. Statikdə nə qarırıq? Gəlin açaq, yaza-yaza birbaşa izah eləyək. Öncəliklə buna baxaq.
Baxın, bunu deyim. Bu görürsüz serial 010 və 010. Bu iki routerun öz arasında qurulan ayrıca bir şəbəkə var. Yəni bu routerlar arasında da bir şəbəkə var. Baxmayaraq ki, yəni sadəcə routerda hər iki dənə bunların arasında şəbəkə deyil, yox. Biz şəbəkənin tərifində nə demişdik? Bir iki və ya daha artıq cihazın bir-birindən məlumat ötürməsi, kobudca desək. Burada da iki dənə cihazımız var. Bu özü də bir şəbəkədir. Yəni ki, bu çıxışdakı bu IP şey var, interfeys, serial 010. Bu başımızı çox qarışdırmasın bunun adı. Gigabit 00-dan eyni şey olaraq düşünürsünüz. Sadəcə portun adı dəyişib. Buranın da bir IP adresi olacaq. Buranın da bir IP adresi olacaq və o IP adreslər üzərindən bunlar məlumat ötürəcəklər. Gəlin oralara da IP adreslər verək. Interface gigabit yox. Serial 010 configuration terminala keçmədik yerə. Interface serial 010. İndi burada mən IP adresi biraz fərqli verəcəm. Necə fərqli verəcəm? Aydın məsələdir ki, mən iki router arasında bir şəbəkə qururamsa, orada üçüncü, dördüncü, beşinci bir cihaz olmayacaq. O görə point-to-point dediyimiz şəbəkə növü var. Yəni iki nöqtə arasında şəbəkə qurmaq. Bu zaman biz 255 0 kimi bir default subnet mask istifadə eləmirik. IP adresini yenə verirəm, baxın. 111 bir dənə IP adres yazaq bura. IP adres 1111. Bu məsəl üçün 111 verirəm. Lap olsun, nə bilim 192.168-dən bir şey olsun, fərqi yoxdur. Sadəcə daha rahatdır deyə 1111 verirəm. Default subnet maskına da yazıram 255 252. Bu nə deməkdir? Bu belə yazılanda /30 olur. /30-da da mənim istifadə eləyə bildiyim sadəcə 2 IP adresi olur. Gəlin hətta bunu subnet kalkulyator üzərindən göstərim mən sizə. Girək buradan. Subnet kalkulyator. O subneting mövzularını izləyib praktik eləmişdirsə, onsuz sizin üçün çox rahat olacaq bu dediyim şey, anlayacaqsınız. Gələk bura, elə baxın /30-da qalıb. 1.1.1.1. Kalkulyata bastım. Baxın görürsünüz, mənim network ID-im oldu 1110 usable host IP range. Yəni istifadə eləyə bildiyim IP adresləri görürsünüz 1111 və 1112 arasında. Yəni 2 dənə IP adresim var da. Bir də broadcast'im var, o heç. Gəlib buradan da baxsam, görəcəm ki, bütün hamısı burada olan şəbəkələrə fikir versəz, 1 ilə 2, 5 ilə 6, 9 ilə 10, 13 ilə 14, hamısının axıra qədər sadəcə 2 dənə IP adresi var. Mən də iki router arasında quranda şəbəkə əsasən point-to-point istifadə edirlər. Sadəcə şəbəkədə 2 dənə IP adresi olur. Bu da nə üçündür? Əslində təhlükəsizlik üçün ideal bir şeydir. Çünki şəbəkədə 2 dənə IP adresimiz var bizim istifadə edə bildiyimiz. O 2 IP adresi də istifadə olunur. Yəni bura qıraqdan qoşulmaq istəyən bir nəfər istəsə də IP adresi ala bilməyəcək, qoşula bilməyəcək. İndi onu da blok eləməyin yolları var mıdır? Vardır. Amma hər halda ki, buranı normal /24 ilə verməkdənsə, /30 ilə vermək qat-bə-qat təhlükəsiz və ideal bir best practice həll olmuş olur. Gəldik, ona görə bunu verdik. Bunu da no shutdown elədim. Bu portu, bu interfeysi. Qarşıya da nə verəcəm? Subnet kalkulyatorundan bir də baxaq. Baxın, görürsünüz, 111-dirsə, o birisi nədir? 1112 olmalıdır. Eyni şəbəkədə olmaqları üçün. Gəlirəm, bunun da interfeys serial 010 idi, səhv eləmirəmsə. Baxaq, dəqiq olsun. Aha, serial 010. Buna da IP adresi olaraq 1.1.1.2 255, 255, 255, 252 olaraq verdim. No shutdown dedim. Hətta gəldim, belə də bir şey elədim. Do ping 1.1.1.1. Baxıram, görün buradan ora ping gedirmi? Gedir. Bu nidalar
okeydir deməkdir, yəni getdi. Sadəcə birinci getmədi, o da şeyə görədir, art məsələsinə görə. Bir daha çox, 5-ə də gedəcək. Aha, gördüyünüz kimi. İndi gəlin o statik roota keçək. Statik rootda necə eləyirik? Çox sadə bir konfiqurasiyası var, amma bilmək vacibdir statik rootu. Özellikle dinamik routingi başa düşənmək üçün statik routingi biz mütləq ki bilməliyik. Komandamız nədir? IP root yazırıq. Sonra biz router'a deməliyik ki, məsəl üçün bura üzərindən örnək verim də. 3.0-dır şəbəkəmiz. Biz router'a başa salmalıyıq ki, mən 1.5-ə mesaj göndərməyi istəyəndə, yəni sən şəbəkənin o paketin içində 1.0-dan bir IP adresi görəndə sən bunu yönləndir bu interfeysə. Yəni qarşıdakı necə deyirlər, router'ın IP-sinə, interfeysinin IP-sinə. Gəlin onu yazaq, routing table-a düşsün o, onda daha rahat başa düşəcək. Nə yazırıq? 192, 168, 1, 0, 255, 255, 255, 0. Bu bizim qarşıdakı şəbəkəmizin, bu şəbəkəmizin IP adresinə subnet maskıdır, düzdürmü? Bir dənə də next hop IP adresi yazıram. Yəni qarşıdakı router'ın IP adresini. Qarşıdakı router'ın uyğun interfeysinin IP adresini. IP root invalid next hop adresi. Niyə ki? 111 IP adresini biz bura vermişik. Mən səhv router'ın konfiqurasiyasını deyəm hal-hazırda. Bunu bura yazmalıyıq. Aha. Biz buna 112 vermişdik. Aha. 112 buradadır. Deməli, buradan çıxaq. Deyək ki, komandanı yenidən yazaq. 192, 168, 10, 255, 255, 255, 0. Next hop adresine də yazırıq 1112. Sadəcə 1111. Qarşısına IP yazmadıq. IP root. Aha. İndi mən show IP root eləyirəm. Routing table-na baxıram. Gördüyünüz kimi burada mənim connected-ım var. Baxın, görürsünüz. Connected. Və lokalım var. Bundan əlavə, baxın görürsünüz, burada yeni bir şey əlavə olundu. Bayaqların biz cınanlığını görmüşdük, S-i görməmişdik. S nədir? Statik. Baxın, burada da olmalıdır. Aha, statik. Yəni statik şəkildə yönləndirilib. Bu nə deməkdir? Router'a 1.5 IP adresinə getmək istəyən bir paket gələcək. Router açacaq routing table-ını. Baxacaq görüm, mən bu paket gələndə necə davranmalıyam. Bunu şey kimi olaraq düşünə bilərsiniz də. Necə deyim, kullanım kılavuzu deyək də, o türklər deyirik o şəkildə. Yəni router özünün tanımadığı bir şəbəkə ilə qarşılaşır, bilmir buna necə rəftar eləməlidir. Açır routing table-ını, baxır görür ki, bunun mənə gələndə nə qarmalıyam. Routing table-ından nə oxuyur? Görür ki, 192, 168, 10 şəbəkəsini mən görsəm əgər, 11111 interfeysinə ötürməliyəm. O 111 interfeysi də buna directly connected-dir. Düzdürmü? Baxın, connected-dir. Ötürəcək ora. İndi gəlin ping atıb da yoxlayaq. Tam olaraq görək necə baş verir. Simulasiya moduna keçək. Bunu biraz balacalaşdırım. Buradan da sadəcə ARP-la iSampling açım. Ping 192, 168, 1.5. Birinci aydın məsələdir ki, ARP paketi gedəcək. Bunları təkrarlamıram. ARP paketi getdi. ARP paketini qəbul eləmədi.
Baxaq görək niyə. Nəsə burada konfigurasiyasında səhv eləmişik yəqin ki. Do show IP interface yazaq. Do show IP interface brief. Show IP interface brief. Biz bunun default gateway-ini verməmişik heç. Biz bunun default gateway-ini verməmişik. Ona görə problemdir. Onu 2 dəqiqəyə həll eləyək. Gözdən qaçıb o. Interface, gigabit ethernet 0 neçə üzərindən qoşulmuşdu? 0.1 üzərindən. 0.1 IP adres 192.168 3.1 255 255 255 0. Onsuz port aktiv idi. Biz yeni bir dənə shutdown eləyək. Show IP interface brief. İndi əlavə olundu. Atdı. Tamam. İndi problemsiz işləyəcək. Göndərdik. Biraz balacalaşdıraq. ARP paketimiz getdi. Bu səfər drop olmayacaq. Geri göndərəcək. Bu kompüter default gateway-in MAC adresini öyrəndi. Göndərdi ICMP paketin. ICMP paketi bura gəldi. Baxın, açaq ICMP paketin için. Nə olmalıdır? Baxır, görür ki, 3.5-dən gəlib 1.5-ə getməlidir. Açır 2 dəqiqəyə. Routing table-na baxır. Bayaqlarım dediyimiz məsələ. Özümüzü router kimi təsəvvür edək. Do show IP route. Gəldi, baxdı ki, bu 1.0 şəbəkəsinə getməlidir. 1.0 şəbəkəsi tez bazar şeylədi, gördü ki, 1.1.1.1-ə ötürməlidir. 1.1.1.1 IP adresi hansı şəbəkəyə aiddir? Dedi, bu 1.1.1.0/30 şəbəkəsinə aiddir. Həmin şəbəkə hansı portdadır? Serial 0.1.0. Yəni, mən bu şəbəkəni, bu paketi serial 0.1.0-a ötürəcəm. Gəlib paket üzərində də incəliyirik, görürük ki, həqiqətən elədir. Daxil olanda port gigabit ethernet 0.1 üzərindən daxil olub. Baxın, görürsünüz, 0.1 üzərindən daxil olub. Xaric olanda isə artıq gigabit ethernet serial 0.1.0 portuna keçib. Bu paket də ötürüləcək digər router'a. Bu bunu drop eləyəcək. Daha doğrusu drop eləməyəcək, çünki 1.5-in artıq şeyini bilir, MAC adresini bilir. Biz 1.10-a atsaydıq və ya 2.10-a atsaydıq, yəni daha öncədən ping atmadığımız, bu router'ın ARP table-ında olmayan bir host-a atsaydıq, o zaman drop eləyib özü bir ARP paketi generasiya eləyəcəkdir. Gördüyünüz kimi gəldi, çatdı buna. Bu da geri ötürəcək, aydın məsələdir, amma burada bir problem çıxacaq. Gördünüz, geri ötürə bilmədi. Niyə? Çünki biz bu şəbəkəni, daha doğrusu bu şəbəkəni bu router'a tanıtdıq. Amma bu paketi geri göndərəndə, bu paketi açıb incələsəm, baxın, destination 3.5-ə getməlidir. Bu router 3.5 şəbəkəsini tanıtmamışıq axı. O görə paket gəlir, amma geri qayıda bilmir. Ona görə gəlib biz statik rootun eynisini burada yazmalıyıq. Eynisini deyərkən, bu router'a 1.0 şəbəkəsini tanıtdıqdırsa, bu router'a da 3.0 şəbəkəsini tanıtmalıyıq. Ona görə gəlirəm bu router'a, bayaq ki elədiyim konfigurasiyanın çox bənzərini buraya yazıram. IP root 192, 168, 3.0, 255, 255, 255, 0. Next hop IP adresinə də qarşıdakı router'ın serial portun IP adresini yazıram. Yəni 1.1.1.2. 1.1.1.2 yazdım. Hər səfərində göstərirəm ki, tam aydın olsun. Ona görə bir dənə də routing table-na baxaq. Həm görək düşübmü? Gördüyünüz kimi düşüb. Statik olaraq S. Gəlin bir də ping ataq. Artıq tamamilə problemsiz paketimiz həm gedəcək, həm də gələcək. ICMP-miz getdi. Göndərildi bura.
Gəldi bura. Hostumuz qəbul elədi. Göndərdi onu router'a. Router bu dəfə çox rahatlıqla routing eləyə biləcək onu, çünki qarşıdakı şəbəkəni tanıyır. Gəldi bura. Daxil olduq PC. Bu qədər sadə. Gördüyünüz kimi bizim ping paketimizin 4-ün 4-ü də getdi. Eynisini 2.0 şəbəkəsi üçün də sürətli bir şəkildə eləyək üzərindən keçmək üçün. Gəlib nə qaracaq? Biz 2.0 şəbəkəsini bura tanıtmalıyıq. IP root 192.168.2.0.255.255.255.0 1.1.1.1 də bizim Nextcube adresimiz. Bu arada bunu da deyim, biləsiz, maraqlı bir məlumat. Bunu iki cür konfigurasiya eləyə bilərsiniz, bu Nextcube IP adresini. Ya qarşı tərəfin IP adresini yazırsınız. Yəni mən bu router üçün yazıramsa, bu routerun IP adresini yazıram. Ya da ki, portla yaza bilərəm. Gəlin hatta bu səfər portla yazaq. IP adresi ilə yox. Portla yazanda isə öz routerumun çıxışında hansı portdursa onu yazmalıyam. Yəni mən dedim, məsəl üçün, yaxın paketi izləyəndə gördük, gigabit ethernet 0.1-dən girəndə 0.1 ilə girdi, routing olunandan sonra 0.1.0, yəni serial 0.1.0 ötürüldü. Mənim 1.1.1.1 IP adresinə getmək üçün istifadə edəcəyim interfeys hansıdır? Serial 1.0.1.0. 1.1.1.1 IP adresim buraydı. Ora getmək üçün istifadə edəcəyim interfeys budur. Ya qarşı tərəfin IP adresini yazacağam, ya da o IP adresinə getmək üçün mənim öz routerumda istifadə etdiyim interfeysi yazacağam. Gəlin interfeysi yazaq. Bu şəkildə konfigurasiyanı da görün. Serial 0.1.0. Bir dəqiqə. Bir dənə baxaq görək düşdümü? Do show IP root. Aha, gördüyünüz kimi düşdü. İndi baxaq görək IP adres pingimiz gedəcəkmi ora? Ping 192.168 2.5-ə göndərək məsəl üçün. Bura getdi. Buradan bura ötürüldü. Problemsiz bir şəkildə bura gələcək. Sadəcə geri qayıda bilməyəcək. Çünki dediyimiz kimi biz 2.0-ı bura tanıtdıq, amma 3.0-ı bura tanıtmadıq. Baxın, router drop eləyəcək o paketi. Daha doğrusu biz 3.0-ı bayaqların bunu tanıdanda tanıtdıq. Yəni 2 dəfə tanıtmaya ehtiyac yoxdur. Onsuz 3.0-ı tanıyır deyə bu problemsiz göndərəcək. Bu şəkildə. Gəlin statik rootun son bir şeyi də var. Onu da deyim sizə. Bununla da dərsimizi yekunlaşdıraq. Biz buna default root deyirik. Düşünün. İndi dənə-dənə burada çəkib vaxtımızı almıram. Bir dənə rəng seçək, məsəl üçün olsun qara. Burada mənim 7-8 dənə şəbəkəm var da, belə. Hamısı gəlib bu router'a birləşir. Doldu mənim burada şəbəkələr. Məsəl üçün bu 4.0 olsun, bu 5.0, 6.0, 7.0, 8.0 və s. və ilə axır. Mənim hamısını dənə-dənə bu router'a tanıtmağım məntiqsizdir. Hansı halda məntiqsizdir? Əgər mənim bu routerumdan bir dənə kabel çıxırsa, qarşı tərəfə gedirsə, mənim üçün dənə-dənə bu şəbəkələrin hamısını bu router'a tanıtmağım məntiqsizdir. Çünki buradan gələcək istənilən trafiki mən onsuz da qarşıdan başqa heç bir yerə ötürə bilmərəm. Əgər mənim burada məsələn bu router'a birləşmiş ikinci bir routerum olsaydı, o zaman mən məntiqlə trafikin bəzilərini bu üzə ötürmək istəyə bilərdim, bəziləri bu üzə ötürmək istəyərdim. İndi o mənim şəbəkəmin topologiyasından falan asılıdır. Amma sırf belə bir topologiyada mən onsuz da buradan çıxan məlumatı buradan başqa bir yerə ötürmək kimi bir məqsədim yoxdur. Düzdürmü? Eyni şəkildə buradan çıxan məlumatı da mən buradan başqa bir yerə ötürmək kimi bir məqsədim yoxdur. Çünki elə bir imkanım yoxdur. Burada sənin sadəcə 2 routerum var. Yəni biz nə deyirik? Əgər mənim şəbəkədən, lokal şəbəkədən kənara çıxdığım kabel sayı, yəni port sayı bir dənədirsə, baxın,
Burada directly connected-ları saymıram. Directly connected-lardan başqa şəbəkədən kənara çıxmaq istədiyim kabel yol sayı 1-dirsə, mən daxildəki bütün IP-ləri ora yönləndirə bilərəm. Çünki dediyim kimi, buradan gələn bütün trafik onsuz mən buradan başqa yönləndirəcək bir yerim yoxdur. Bu zamanda default root yazılır. Default rootun məntiqi nədir? Yazanda belə yazırıq biz. Default rootu. IP root 0.0.0.0.0.0.0. Bu nədir? Yəni 0.0.0 IP adresimdir. Bu sonraki 0.0'lar da mənim şeyimdir. Necə deyirlər? Subnet maskımdır. Yəni bu nə olmuş olur? 0.0.0.0/0. Bu nə deməkdir? Bu şəbəkədə axlınıza gələ biləcək bütün IP-ləri nəzərdə tutmaqdır. Yəni any, hər hansı. Bu o deməkdir. Yəni baxın bilmirəm o subnet kalkulyatorda onu göstərə biləcəmmi sizə, göstərməyəcəmmi? Bir dənə baxaq görək olurmu onu hesablamaq. /0 varmı yəni? Hə, /1 var, /0 yoxdur burada məsəl üçün. Subnetting olaraq hesablasaz onsa başa düşəsiniz nə demək istədiyimi. Yəni 0.0.0/0 0.0.0.0-dan 255.255.255.255-ə qədər bütün IP-ləri öz içərisində ehtiva edir. Bu da nə demək olur? Biz dedik axı getmək istədiyimizi yazırıq. IP root yazanda bir yaxların getmək istədiyimizi yazırdıq və next to IP adresini yazırdıq. 1111. Bu nə demək oldu? Show IP root. Baxın, default rootda da baxın serialın statikin yanında bir dənə ulduz olur. Bu default root deməkdir. Yəni ki, mən hara getmək istəyirəmsə istəyim, fərqi yoxdur. Məni 1111 portuna ötür. Yəni fərqi yoxdur. Sən gördün ki, mən paket ötürmək istəyirəm, şəbəkədən kənara çıxmaq istəyirəm, hə? Amma hansı şəbəkə olduğuna baxma belə. Hamısını göndər 1111-ə. Çünki mən bütün şəbəkələrim, burada dedim bu 4.0 olsun, 5.0, 6.0 və s. və ilə axır. Onsuz da hamısı 1111-1-ə birləşib. O görə default root yazıb mən hamısını bura ötürə bilərəm. Bir sual olan var? Yəni sual olan da yoxdursa, bugünkü dərsdən bu qədər idi onsuz. Məncə qaranlıq bir hissə qalmadı. Bu routerun ilkin konfiqurasiyalarıdır. İnşallah gələn dərsdən artıq şəbəkədəki servislər haqqında da danışmağa başlayarıq. Məsəl üçün gələn dərsi DHCP eləməyi düşünürəm. DHCP haqqında danışarıq. Bu şəkildə də davamlı hər səfərində yeni bir şeylər öyrənib axırda özümüz böyük bir topologiya qurmağa başlayacağıq. Təşəkkürlər dərsə qoşulduğunuz üçün. Bugünlük bu qədər. Sağ olun. Sağ olun. Sağ olun.